Hörmətli izləyicilərimiz, torpaqların təyinatının dəyişdirilməsinə bağlı portala onlayn müraciət göndəribsinizsə, sizə belə bir cavab gələ bilər ki, torpaqların təyinatının dəyişdirilməsinin əsaslandırılması müvafiq olaraq ərazi üzrə icra hakimiyyəti və yaxud da ki, bələdiyyə tərəfindən həyata keçirilməlidir. Əgər belə bir mətn sizə qeyd olunub, göndərilibsə, qısa olaraq yaddaş kitabçası tərtib olunub əmlak xidmətləri tərəfindən həmin qeydi qısa olaraq sizə bildirmək istəyirəm. Rahat şəkildə bələdiyyəyə yaxınlaşıb bu sənədi əldə edə bilərsiniz. Qısa olaraq burada bələdiyyənin protokolundan çıxarış qeyd olunmalıdır. Hansı bələdiyyədə torpaqların təyinatının dəyişdirilməsi prosesi burada qeyd olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli 201 nömrəli fərmanı ilə təsdiq olunmuş torpaqların kateqoriyaya aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarının 3.1.2-ci bəndinə əsasən bələdiyyə tərəfindən qərar olmalıdır. Bu qərar ümumi olaraq bələdiyyə səhəti tərəfindən imzalanıb, sizə təqdim olunmalıdır. Həmin bu sənədi təkrar formada 23 gün ərzində portala yenidən yerləşdirə bilərsiniz. Yerləşdikdən sonra sənədlərin dəyişilməsi prosesi daha rahat formada həyata keçirilə bilər. Ətraflı 055 433 43 35 sənədin dəyişdirilməsinə bağlı onlayn müraciət göndərilməsində sizə köməklik göstərə bilərik. Diqqətiniz və etibarınız üçün təşəkkür edirik. Sağ olun.